Gənclər və İdman Nazirliyinin və Gənclərin İntellektual İnkişaf Mərkəzinin təşkilatı dəstəyi ilə Salam, hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. Təmsən Milli İntellektual oyunu yenidən 1-ci kanalın efirindədir. Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi və Gənclərin İntellektual İnkişafı Mərkəzinin təşkilatçılığı keçirilən uşaq və yeniyetmələr arasında 2-ci Azərbaycan çempionatı sona çatmaq üzrədir. Bugün yeni çempionun kimliyinə aydınlıq gələcək. Elə isə finalın, artıq məlum olan finalın iştirakçılarını təqdim edək. Bugün finalda Azərbaycan çempionu adını qazanmaq üçün ölkəmizin ən güclü 4 komandası yarışacaq. Göy oyun kürsüsünün arxasında Sumqayıtın Türkistan komandası bu heyətdə yarışacaq. Toğrul Niyazlı, Orxan Ağayev, Səyid Həsənzadə, Allahverdi Hacıyev, Asif Zeynalov. Yaşıl oyun kürsüsünün arxasında Lənkəranın Tusi komandası bu heyətdə yarışacaq. Əli Babazadə, Əsəd Qurbanzadə, Kənan Rızazadə, Tural Cahangirzadə, Fərid Məmmədli. Sarı oyun kürsüsünün arxasında Sumqayıtın Pəncgənc komandası bu heyətdə yarışacaq. Şəhriyar Camalzadə, Nurlan Babazadə, Nərgiz Əmirova, Gülnar Abdullayeva, Ceyhun Məhərrəmov. Və nəhayət, qırmızı oyun kürsüsünün arxasında Bərdəni təmsil edən Hərum komandası bu heyətdə yarışacaq. İsmail Musayev, Rahib Məhərrəmzadə, Nəriman Knyazlı, Ramil Şamiloğlu, Nuranə Qasımova. İlkin olaraq şərtlərə görə bəlli raund oynanılır. Bəlli raund. Bəlli raundda aparıcı tərəfindən komandalara 5 mövzu elan edilir və beşliklər hansı oyuncusunun hansı mövzuya aid suallara cavab verəcəyini əvvəlcədən müəyyənləşdirirlər. Bir oyuncu yalnız bir mövzuya aid suallara cavab verə bilər. Çətinlik dərəcəsinə görə sıralanmış 5 sualdan ibarət mövzunun ilk sualına doğru cavaba görə 100, sonraki suallara doğru cavaba görə müvafiq olaraq 200, 300, 400 və 500 xal verilir. Yanlış cavab verilməsi həmin xalların komandanın hesabından silinməsi ilə nəticələnir. Bəlli raundun mövzuları ilə tanış olaq. İlk mövzu bədən üzvləri, piyada, təbiət hadisələri və kosmos. Bəlli raundun birinci mövzusu ilk mövzu. Görək bu mövzuda rəqiblərinə ilk zərbəni kim vuracaq? İlk mövzu sualın dəyəri 100 xal. Mickey Mouse'u səsləndirən ilk şəxs məhz bu multiplikator olmuşdu. Walt Disney. İlk mövzunun ikinci sualı səslənir. Azərbaycan dramaturgiyasında ilk qərbli obrazı məhz odur. Pəncgənc. Monsieur Jordan. Monsieur Jordan. Mirzə Fətəli Axundovun personajı. İlk mövzu 300. Azərbaycan ədəbiyyatında dram janrının ilk nümunəsi Tusi. Nadir Şah. Cavab səhvdir. Pəncgənc. Müsbəti Fəxrəddin. Nəriman Nərimanovun məhz bu əsərə hesab olunur. Dram janrının ilk nümunəsi Nadanlıq adlanır bu əsər. İlk mövzu 4-cü sual belədir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Tusi. Çələbi xan. Şəkidə. Bu xanın nəvəsi Hüseyin xan müstəqil təxəllüsü şeirlər yazmışdır. Lənkəran komandası suala düzgün cavab verdi. Mövzunun sonuncu sualı səslənir. Baca təmizləyən Morris Garen 1903-cü ildə ilk dəfə keçirilmiş bu velosiped yarışının qalibi olmuşdu. Dünyanın ən məşhur velosiped yarışı. Buyur. Tour de France. Tour de France, bəli. Və ya Fransa turu da adlandırırlar bu velomarafonu.
Bəlli raundun ikinci mövzusu bədən üzvləri. Bu mövzuda biləcəyik ki, bu oyunda ən əsas orqan beyindir. Bədən üzvləri 100 xal. İlk sual belədir. Ağlı kişinin bunlardan məhrum olması Hərum komandası. Gözləri. Məhrum olması Rövşənə xalq arasında məşhur olduğu adı qazandırmışdı. Gözlərindən bəli. Koroğlu adını qazandırmışdı. İkinci sual. Qorxaq insanları xalq arasında Pənc gənc. Pənc gənc. Gözü qorxu. Cavab səhv etmişsin. Ağciyər. Ağciyər insan adlandırırlar. Bədən üzvləri 300. İlin axır çərşənbəsində ürəyində niyyət tutub qaş qaralandan sonra Hərum. Qulaq pusma. Təkrar et. Qapı pusmada qulaq pusma. Qulaq falı cavabı qəbul edirlər. Bədən üzvləri 400. Ezopa görə bu dünyada həm ən şirin, həm də ən acı şeydir. Türkistan. Dil. Dil. Bəli, dil həm şirin, həm də ən acı şeydir. Məşhur təmsilçi belə fikirləşirdi. Bədən üzvləri 500. Bu nəqliyyat vasitəsinin adı latıncada iti ayaq mənasını verir. Tusi? Velosiped. Velosiped, bəli. Bəlli raundun üçüncü mövzusu piyada. Bu mövzuda cavabların kimi atlı, kimi piyada edəcəyinin şahidi olacağıq. Bəlli raundun üçüncü mövzusu piyada adlanır. İlk sual nominal 100. Fransız şahmatçısı Filidor onları şahmat partiyasıdır. Pənc gənc. Piyada. Piyadaları partiyanın nəyə adlandırırdı? Ürək. Qəlbi, ürəyi adlandırırdı. Davam edir ikinci sual. Bu dövlətin silahlı qüvvələrinin piyada qoşunları. Tusi. Hindistan. Cavab səhvdir. Türkistan. Makedoniya. Makedoniya cavabı səhvdir. 63-də Makedoniya. Piyada qoşunları 1963-cü ildən etibarən motorlu atıcı qoşun adlanırdı. SSR-nin. Piyada 300. Sosial-psixoloji fantastikanın görkəmli nümunələrinə olan Qara Piyada povestinin müəllifi məhz bu Rus qardaşları idi. Sturgatskilər. Piyada 400. Xüsusi hazırlıq keçmiş bu qoşun növü ilk dəfə 1600 Pənc gənc. Piyada. Cavab səhv. İlk dəfə 1664-cü ildə İngiltərədə yaradılmışdı. Bu qoşun növü dəniz piyadası. Mövzunun sonuncu sualı diqqətli olun. 18-19-cu əsrlərdə yaşayıb yaratmış bu palyak rəssamının məşhur əsərlərindən biri Üç xanım, üç muza adlanır. Yozef Peşka. Bəlli raundun dördüncü mövzusu təbiət hadisələri. Görək bu mövzuda kimin cavabları onu yağışdan çıxarıb yağmura salacaq. Bəlli raund davam edir. Dördüncü mövzumuzun adı təbiət hadisələridir. Təbiət hadisələri 100. İlk sual belədir. Nəcəf bəy Vəzirovun Hacı Qəmbər komediyasını həm də bu cür adlandırırlar. Necə adlandırırlar? Digər adı. Heç bir komanda cavab vermək. Hərum komandası. Yağış. Yağış cavabı səhvdir. Düzgün cavab, yağışdan çıxdıq, yağmura düşdük. Belə bir adı var. Hacı Qəmbər komediyasının digər adı. İkinci sual. 18 fevral 1979-cu ildə Böyük Səhrada bu hadisə müşahidə edilmişdi. Tusi. İlk dəfə qar yağmışdı. Qar yağmışdı, bəli. Növbəti sual isə belədir. Şair Mikail Müşfiqin 1930-cu ildə çapdan çıxmış şeirlər kitabı belə adlanırdı. İlk olaraq Pənc gənc komandası. Küləklər. Küləklər adlanırdı. Davam edirik. Bu şəxs 1389-1402-ci illərdə Hərum. Birinci Yıldırım Bəyazit. Yıldırım Bəyazit Osmanlı hökmdarı olmuşdu. Sonuncu sual belədir. Məhz bu Azərbaycan filmində bir neçə gün kimsəsiz adada gecələyən 5 nəfər gəncin başına gələnlərdən bəhs olunur. Burulğan adlanır bu film. Bəlli raundun 5-ci mövzusu kosmos. Bu mövzuda oyunçular kosmik sürətlə rəqiblərini qabaqlamağa çalışacaqlar. Bəlli raundun sonuncu mövzusu kosmos adlanır. İlk sual belədir. 1603-cü ildə astronom Bayer ulduzları
parlaqlıq dərəcəsinə görə bu əlifbanın hərfləri ilə adlandırmağı Türkistan Yunan əlifbası. Yunan əlifbasının hərfləri ilə adlandırmağı təklif etmişdi. 2006-cı ildə Praqada keçirilən Beynəlxalq Astronomlar Birliyinin konqresində Günəş sistemindəki bu göy cismi planet statusunu itirdi. Pəncgən. Pluton. Pluton artıq planet deyil. 9 deyil, 8 planet var. Kosmos 300. Günəş sisteminin ən böyük planeti məhz odur. Türkistan komandası. Yupiter. Yupiter. Günəş sisteminin ən böyük planeti məhz Yupiterdir. Rhea Silvia'nın şərəfinə adlandırılmış Silvia asteroidinin 2 kiçik peykini astronomlar məhz belə adlandırmışdılar. Romul və Rem, Romanın əsasını qoyan əfsanəvi şəxslərin şərəfinə adlandırmışdılar və mövzunun sonuncu sualı belədir. Encke kometası təxminən 3 ildən bir. Bu kometa isə 76 ildən bir görsənir. Türkistan. Galilei kometası. Təkrar et. Galilei kometası. Bir də təkrar et. Galileo Galilei kometası. Cavab sən. Kometa Galilei. Hərum komandası. Tutulması. Ay tutulması. Bu da səhvdir. Cavabınız səhvdir, düzgün cavab Halley adlanır. Kosmos mövzusu bitdi, buyurun. Şərtli raund. Bu raundda da 5 mövzu oynanılır. Bu halda mövzuların hamısı əvvəlcədən deyil, yalnız biri aparıcı tərəfindən elan edilir. Mövzunu bilən komanda bu mövzuda daha hazırlıqlı oyunçusunu oynamağı üçün təyin edir. Bu qayda ilə mövzular ardıcıllıqla elan edilməklə 5 mövzu oynanılır. Bir oyunçu yalnız bir mövzuya aid suallara cavab verə bilər. Bu raundda mövzunun ilk sualına doğru cavaba görə 200, sonraki suallara doğru cavaba görə müvafiq olaraq 400, 600, 800 və 1000 xal verilir. Yanlış cavab verilməsi həmin xalların komandanın hesabından silinməsi ilə nəticələnir. Şərtli raundun birinci mövzusu qardaşlar. Bu mövzuda oyunçular xal qardaşlardan irəlidir prinsipinə riayət edəcəklər. Beləliklə, bəlli raunda yekun vuruldu. Nəticələrlə tanış olaq. Pəncgənc komandası -100, Türkistan komandası 100, Hərum komandası 200 və bu ana olan lider Tusi komandası 1300 xal. Şərtli raundun ilk mövzusu qardaşlar adlanır. İlk sual belədir. Məşhur Brothers Louis mahnısını Pəncgənc Warner. səhvdir. Mahnısını məhz bu qrupun ifasında eşitmək olar. Hərum, M Brothers. cavab səhvdir. Digər komandalar cavab verir. Modern Talking. Davam edirik. Karamazov qardaşları romanının müəllifi məhz bu Rus yazıcısıdır. Türkistan. Dostoyevski. Fyodor Dostoyevski. Qardaşlar 600 Yunan mifologiyasında ilahi Artemidanın qardaşı məhz bu Allah idi. Onun qardaşı üzən Let adasında anadan olmuşlar bir yerdə. Hərum komandası. Poseidon. Poseidon Artemidanın qardaşı deyildi. Poseidon dəniz Allah idi, Artemida ov Allah idi. Onun qardaşı isə Apollon idi. Apollon. Dördüncü sual. Qara qitənin Bakı ilə qardaşlaşmış bu şəhərin adına Nizami rayonunda meydan mövcuddur. Bakı ilə qardaşlaşan Afrika şəhəri. Bu Dakardır, Senegalın paytaxtı. Və sonuncu sual. Onlardan biri Mezozoy əhvalatı, yaxşılığa yamanlıq, digər isə qum üzərində ev istintaq pyeslərinin müəllifidir. Hansı qardaşlardır bunlar? Maqsud və Rüstəm İbrahimbəyovlar. Bax belə. Şərtli raundun ikinci mövzusu güllü çiçəkli mövzu. Görək kim bu mövzuda düzgün cavablardan ibarət buket yığa biləcək. Şərtli raundun ikinci mövzusu güllü çiçəkli mövzu adlanır. İlk sual belədir. 1935-ci ildə yazılmış Nərgiz operasının müəllifi Pəncgənc. Müslüm Maqamayev. Müslüm Maqamayevdir. Məhz bu bəstəkarımızdır. Müslüm Maqamayev. Davam edirik. İkinci sual gəlir. 1974-cü ilin 25 aprelində məhz bu Qərbi Avropa ölkəsində qərənfil inqilabı qələbə çalmışdı.
Hansı qərbi Avropa ölkəsindən söhbət gedir? Portuqaliyada olub gələn fil inqilabı. Nominal 600 güllük çəkili mövzu. Avropaya bu gül 1559-cu ildə Türkiyədəki Alman səfirinin Augsburga gülün soğanağı göndərildikdən sonra yayılıb. Niderlanda isə bu gül 1634-cü ildə gəlib çıxıb. Hansı güldən söhbət gedir? Vaxt Tusikamazı? Zambaq. Zambaqlar ölkəsi Niderlandı. Zambaqdan söhbət gedir. Bravo! Son anda Tusi komandası düzgün cavabı verməyə nail oldu. Güllü çiçəkli mövzu 800. Məhz bu gülü İranlılar Məhəmməd gülü adlandırırlar. Qızıl gülü. Və mövzunun sonuncu sualı. Hər il sentyabrın 9-u Yaponiyanın milli simvolu olan bu gülə Pənc Gənc. Xrizantema. Xrizantema əsr olmuş festival keçirilir. Şəkli raundun 3-cü mövzusu körpülər. Görək bu mövzuda kim suallardan xallara aparan körpünü daha tez qət edəcək. Şərtli raundun 3-cü mövzusu körpülər adlanır. İlk sual belədir. Qılınc oynatma idman növündə idmançılar məhz bunun üzərinə çıxırlar. Tusi. Körpünün. Təkrar et. Körpünün. Körpü cavabı sən. Pənc Gənc. Pənc Gənc. Körpücük. Təkrar et. Körpücük. Körpücü üzərinə çıxırlar. Ağır atletikada körpücü üzərinə çıxırlar. Belçikanın bu şəhərin adı körpü mənasını verir. Hansı şəhərin adı? Pənc Gənc. Brügge. Brügge. Körpülər 600. Kommersiya oyunları sırasına daxil olan bu kart oyunu 20-ci əsrin ən yayılmış kart oyunu hesab olunur. Kart oyunu. Bridge. Körpülər 800. Məşhur Karl körpüsü məhz bu şəhərdə yerləşir. Söhbət. Buyurun. Venesiya. Venesiyada yerləşmir. Müqəddəs Karl. Yox, müqəddəs Mark da orada. Venesiyada. Yanıldınız, düzgün cavab. Çexiyanın paytaxtı Praqadan söhbət gedirdi. Praqa. Körpülər 1000. Hindistan yarımadası və Şri Lanka adasını birləşdirən Mərcan adaları zənciri belə adlanır. Adəm körpüsü. Şərtli raundun 4-cü mövzusu ölüm var ki, həyat qədər dəyərli. Bu mövzuda düzgün cavabın ölüm ya qalım məsələsi olmasının şahidi olacağıq. Şərtli raundun 4-cü mövzusu çox maraqlı bir adı var. Ölüm var ki, həyat qədər dəyərli. Ölüm vaxtı danışacağıq. İlk sual belədir. Dünya ədəbiyyatındakı ən məşhur ifadələrdə olan olum ya ölüm ilk dəfə Şekspirin bu əsərində işlənmişdi. Türkistan. Hamlet. Hamlet əsərində, bəli. Hamletin məşhur monoloqunda işlənmişdi bu ifadə. 400 xallıq sual. Rəvayətə görə onu öz cəlladı Nudnud edam etmişdi. Bu edam Samirə şəhərində baş vermişdi. Babəkdən söhbət gedirdi. Davam edirik. 3-cü sual belədir. Onu ərəbcə Əl-Bəhr El-Məyyit adlandırırlar. Cavab ölü dəniz. Mövzu ölüm haqdadır. Amerika Birləşmiş Ştatları, Çin, İran, Səudiyyə Ərəbistan'a daxil olmaqla dünyanın 50-dən çox ölkəsində bu tətbiq edilir. Türkistan. Ölüm cəzası. Azərbaycanda isə bundan imtina olunub. Ölüm cəzası. Türkistan komandası doğru cavab verdi. Və nəhayət sonuncu sual nominal 1000. Çox böyük məzarlıqları bəzən Yunanca ölülər şəhəri mənasını verən bu sözlə ifadə edirlər. Hansı sözlə? Nekropol. Şərtli raundun 5-ci mövzusu mühəndislər. Bu mövzuda xal qazanmaq üçün mühəndis dəqiqliyi heç də mane olmaz. Şərtli raundun sonuncu mövzusuna gəlib çatdıq. Mühəndislər. Belə bir adı var 5-ci mövzunun. Mühəndislər 200. Mühəndislər kuboku bu idman növündə oynanılır. Hansı idman növündə? Formula 1 yarışlarında. Mühəndislər 400. Mühəndis Qarinin Hiperboloid romanının müəllifi məhz bu rus fantastıdır. Aleksey Tolstoy. Mühəndislər 600.
Bu mühəndis 1865-ci ildə Parisdə İncəsənət və Sənaye Kollecini bitirmiş və polad konstruksiyaların qurulması üzrə ixtisaslaşmışdı. Eyfel. Mühəndislər 800, elmin bu sayəsi insanın əmək fəaliyyəti zamanı maşınlardan istifadənin psixoloji xüsusiyyətlərini öyrənir. Psixoloji xüsusiyyətlərini. Mühəndis psixologiyası. Asan olmayan bir sual və sonuncu sual belədir. Bu Çinli dövlət xadimi ixtisasca mühəndis hidrotexnikdir. Hu Jintao. Hu Jintao'dan söhbət gedirdi. İxtisası mühəndis hidrotexnikdir onun. Sirli raund. Bu raundda da şərtli raundda olduğu kimi 5 mövzu oynanılır. Bu halda mövzular əvvəlcədən elan edilmir. Mövzudan xəbəri olmayan komanda oyunçusunu oynamaq üçün göndərir və bütün komandaların oyuncuları öz yerlərini tutduqdan sonra aparıcı mövzunu elan edir. Bu qayda ilə oyuncular hansı mövzuda oynayacağını bilmədən 5 mövzuda öz qüvvəsini yoxlayırlar. Bir oyuncu yalnız bir mövzuya aid suallara cavab verə bilər. Bu raundda mövzunun ilk sualına doğru cavaba görə 300, sonraki suallara doğru cavaba görə müvafiq olaraq 600, 900, 1200 və 1500 xal verilir. Yanlış cavab verilməsi həmin xalların komandanın hesabından silinməsi ilə nəticələnir. Sirli raundun birinci mövzusu gümüş. Bu mövzuda biləcəyik ki, cavab vermək qızıldırsa, cavab verməmək gümüşdür. Şərtli raundun sonunda Hərum komandası mənfi 600 xala malikdir. Türkistan 700, Pəncgənc 1500 və Lənkəranın Tusi komandası 1700 xalla liderliyini qoruyub saxlayır. Sirli raundun ilk mövzusu gümüş adlanır. Diqqətli olun, 1978 və 1986-cı illərdə bu ölkənin yığması futbol üzrə dünya çempionu adını qazanmışdı. Türkistan, Argentina. Argentinanın yığması, bəli. Gümüş 600. İngilislər məhz bu kanalı Silver Streak, yəni gümüş axın adlandırırlar. La Manche kanalını. Gümüş 900. Hər hansı hadisənin 25 illiyinin qeyd edilməsi Tusi. Gümüş il. Təkrar et. Gümüş il. Gümüş il. Bir hadisən gümüş il. Yox. Sağ olun. Bu cür qəbul etmək düzgün olmaz. Hərum komandası. Gümüş il dönümü. Gümüş yubileydir cavab. Bu cavabı qəbul etmək olar. Gümüş yubiley. Növbəti sual belədir. Qərənfil çiçəklər fəsiləsində olan bu bitki cinsinin Azərbaycanda bir növü. Gueria hispanica məlumdur. Hansı bitki cinsi? Gümüş otu. Və nəhayət, gümüş 1500. Bu filmi Eldar Quliyev özünün və İsim Əlikzadənin birgə senarisi əsasında 1984-cü ildə çəkmişdi. Mövzunun adına uyğun olan bir film Gümüş Göl Əfsanəsi. Sirli raundun ikinci mövzusu ayı. Oyuncular bu mövzuda ayılar tək qış yuxusunda qalsalar xal qazana bilməyəcəklər. Sirli raundun ikinci mövzusu ayı adlanır. Ayı. Bir qədər gülməli bir ad daşıyır. İlk sual nominal 300. Paleolit dövrünə aid bu mağaranın adı Tusi. Azıq. Qədim Türk dilində ayı mənasını verir. Azıq mağarası. İkinci sual 600 xal. Avstraliyada yaşayan bu məməlinin digər adı kisəli ayıdır. Türkistan. Koala. Koala. Ayı 900. 1980-ci ilin 3 avqustunda Olimpiya ayısı Mişa bu şəhərin stadionlarından Türkistan. Moskva. Moskvanın stadionlarından birindən səmaya yüksəldi. Dördüncü sual səslənir Mirzə Fətəli Axundovun məhz bu komediyasında quldurluğa gedən Tarverdinin Tusi. Hekayəti xırs quldur basın. Bəli, bu komediyada quldurluğa gedən Tarverdinin oğurlamış olduğu sandıqlardan ayı və meymun çıxmışdı. Hekayəti xırs quldur basan. Ayı mövzusundan növbəti sual gəlir. 1925-ci ildə 24 dekabrda London Evening News qəzetində nəşr olmuş düzgün olmayan arılar hekayəsi bu bədii qəhrəmanın doğum günü kimi tarixə düşüb. Winnie Pooh.
Sirli raundun 3-cü mövzusu qapılar. Bu mövzuda oyunçular xallar qapısını taybatay açmağa çalışacaqlar. Beləliklə, Sirli raundun 3-cü mövzusu təqdim olunur. Qapılar adlanır bu mövzu. Qapılar 300, diqqətli olun. Məhz onlardan keçməklə Gənclər meydandan Pəncə Gənc komandası. Qoşa qala qapı. Qoşa qala qapılarına keçməklə içəri şəhərə girməyi mümkündür. Cavab doğrudur. Qapılar 600. Gəncənin dəmir qapıları indi bu şəhərdə saxlanılır. Pəncə Gənc. Tiflisdə saxlanılır. Gürcüstan. Gürcüstanın cavab səhvdir, digər komandalar cavab vermirlər. Gürcüstanın Gelati şəhərində saxlanır. Gelati. Qapılar 900. Qapılar 900. Kara darvazası boğazı məhz bu okeanda yerləşir. Hərum. Şimal Buzlu Okean. Şimal Buzlu Okeanda. Qapılar 1200. Növbəti sual belədir. Hündürlüyü təqribən 3904 metr olan bu dağ Zəngəzur, Hərum. Qapıcıq. Zəngəzur silsiləsinin ən hündür zirvəsidir. Qapıcıq. Hərum komandası bu sualla liderliyi ələ keçirdi. Və nəhayət sonuncu sual. Qapılar 1500. Qapıları eyni ox üzrə yerləşən otaqlar silsiləsi belə adlanır. Asan olmayan bir sual, cavabı Anfilada. Sirli raundun 4-cü mövzusu Bakı əziz şəhər. Bu mövzu paytaxtımız Bakı haqqındadır. Sirli raundun 4-cü mövzusu təqdim olunur. Bakı əziz şəhər. Belə bir ad daşıyır. İlk sual dəyəri 300 xal. Bakı metropoliteninin məhz bu stansiyası əvvəllər Bakı Soveti adlanırdı. Türkistan. İçəri şəhər. İçəri şəhər, bəli. Nominal 600. Azərbaycan Respublikasının Konstitusiyasının 22-ci maddəsi məhz bunu Türkistan. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri. Bəli, elədir. 22-ci maddə məhz bunu elan eləyir. Növbəti sual. Bakını təmsil edən bu futbol klubu. Aha, Tusi. Bakı. Bu futbol klubu 2006 və 2009-cu illərdə Azərbaycan çempionluğunu qazanmışdı. İntuisiya. Tusi komandasının üzvünü xilas etdi. Bakı əziz şəhər 1200. Məhz bu qurum Akademik Zahid Xəlilov küçəsi 23 ünvanında yerləşir. Bakı Dövlət Universiteti. Bakı əziz şəhər 1500. Bakının tutulması planı Hitler tərəfindən 23 Türkistan. Edelweiss. 23 iyul 1942-ci ildə təsdiq edilmiş Edelweiss əməliyyatının tərkib hissəsi idi. Edelweiss. Sirli raundun 5-ci mövzusu ölüm sevinməsin qoy. Görək bu mövzu ölümcül mübarizəni kimin xeyrinə dəyişəcək? Sirli raundun sonuncu mövzusu elan olunur. Ölüm sevinməsin qoy. Çox mübariz bir ad. Mövzunun ilk sualı dəyəri 300 xal. Puşkin ölümlə şərq poemasını məhz bu Azərbaycanlı dramaturq Pəncə Gənc. Əbdurrəhim bəy Haqverdiyev. Cavab səhvdir. Məhz bu Azərbaycanlı dramaturq yazmışdı. Şərq poeması, Puşkin ölümlə şərq poemasını Mirzə Fətəli Axundov yazıb. Davam edir, ikinci sual belədir. Aktyor Peter Finch bu mükafatı alan ilk Avstraliyalı və ölümündən sonra ilk dəfə bu mükafatı alan şəxs olmuşdu. Hansı mükafatı? Ölümündən sonra ilk dəfə bu mükafatı alan şəxs Oscar mükafatını. Üçüncü sual, diqqətli olun. Graf Walzek Stupach vəfat etmiş həyat yoldaşı üçün bu əsəri yazmağı Mozart'a sifariş etmişdi. Mozart'ın tələbəsi olmuş Zeus Mayer isə müəlliminin bu yarımçı qalmış Pəncə Gənc. Rekviem. Rekviemi tamamlamışdı o. Zeus Mayer Mozart'ın məşhur rekviemini məhz bu şəxs tamamlayıb. Davam edirik. Dördüncü sual. Nominal 1200. 7-ci əsrdə yaşayıb yaratmış bu şairin bu günə gəlib çatan yeganə şeiri Cavanşirin ölümü münasibətilə yazdığı ağıdır. Dəvdək. Bəli, Davdaq cavabı doğrudur. Xallar Tusi komandasının hesabına yazıldı. Və mövzunun sonuncu sualı. Azərbaycan Respublikası qanunvericiliyini əsasən insanın Ölüm hökmünü qadağan edir. cavabını səhvdir.
İnsanın ölüm anı bu orqanın fəaliyyətli dayanması anıdır. Hansı orqanın? Komandalar risk etmirlər. Beynin dayanması anı. Beynin. Fərdi raund. Bu raundda hər beşlikdən bir oyunçu iştirak edir. Beşliklərin nümayəndələri onlara təklif edilmiş 5 mövzudan yarışmaq istəmədikləri birindən ardıcıllıqla imtina edirlər. Yerdə qalan mövzunun sualları beşliklərin nümayəndələri üçün səsləndirilir. Bu raundda mövzunun ilk sualına doğru cavaba görə 400, sonraki suallara doğru cavaba görə müvafiq olaraq 800, 1200, 1600 və 2000 xal verilir. Yanlış cavab verilməsi həmin xalların komandanın hesabından silinməsi ilə nəticələnir. Beləliklə 3-cü sirli raunda yekun vuruldum. Olduqca gərgin bir mübarizənin şahidiyik. İmal fərqlə 4400 xalla Tusi komandası liderliyini davam etdirir. Keçid alırıq 4-cü mərhələyə, fərdi raund adlanır. Fərdi raundun mövzuları belədir. İrəli ulduzlara doğru, mənə dəniz verin, hər parlayan qızıl deyil, bir qalanın sirri, Küləklər şəhəri. İlk olaraq Pəncgənc komandası, buyurun. İrəli ulduzlara doğru. İrəli ulduzlara doğru mövzusundan imtina olundu. Hərum komandası. Küləklər şəhəri. Küləklər şəhəri mövzusu oynanılmayacaq. Türkistan komandası. Bir qalanın sirri. Bir qalanın sirri mövzusu da fərdi raundda olmayacaq. Və sonunda Tusi komandası. Yerdə qalan mövzular deyim. Mənə dəniz verin, hər parlayan qızıl deyil. Mənə dəniz verin. Beləliklə, Tusi komandasının seçimindən sonra fərdi raundda hər parlayan qızıl deyil mövzusu oynayacaq. Hər parlayan qızıl deyil 400. Yason və arqanavtlar qızıl yünü əldə etmək üçün oraya yollanmışdı. Türkistan komandası Kalkidaya. Kalkidaya yollanmışdı, bəli. İspan, ikinci sual, İspan konkistadorlarının xəyal etdikləri əfsanəvi Pəncgənc Eldorado. qızıl ölkə məhz Eldorado adlanırdı. Hər parlayan qızıl deyil 1200. Mendeleyev cədvəlində Pəncgənc Qızıl. qızıl cavabı. Səhvdir Tusi komandası. Tusi komandası. Tusi komandası. Bax, 4-cü. cavab səhvdir. Türkistan. Aurum. Təkrar et. Aurum. Cavab səhvdir. Hərum. Aurim. Bu da səhvdir. Mendeleyev cədvəlində qızıl məhz bu iki hərflə işarələnmişdi. A, O. Bütün komandalar tələsdilər, bütün oyuncularımız tələsdilər və çox asan bir sualı əldən verdilər. Hər parlayan qızıl deyil 1600. Bu səhərə Amudərya və Sırdəryanın Tusi. Qızılqum. Özbəkistan, Qazaxstan və Türkmənistan ərazisində yerləşir. Qızılqum. Cavab Qızılqum idi. Və raundun sonuncu sualı diqqətli olun. Azərbaycanda bu quşun 8 növü var. Pəncgənc. Qızılquş. Qızılquş. Xəmsə raundu. Bu raundda hesabında müsbət xal olan komandalar iştirak edə bilər. Bu raundda komandalar hesabında olan xaldan çox, bir xaldan az olmamaq şərti ilə digər komandaların bilmədiyi məbləğdə yazılı şəkildə gediş edirlər. Bütün komandalar gediş etdikdən sonra aparıcı sualın mövzusunu və xəmsə sualını səsləndirir. Komandalar bütün heyətləri ilə sualı müzakirə etdikdən sonra cavabı yazılı şəkildə verirlər. Düzgün cavab verilməsi halda komanda gedişinin məbləği həcmində əlavə xal qazanır. Səhv cavab verdiyi təqdirdə komanda gedişinin məbləği həcmində xal itirir. Nəticədə rəqiblərdən daha çox xalı olan komanda qalib olur. Xəmsə raundun mövzusu qaçaq malçılar. Bu mövzuda komandalar xallarını düzgün cavab sərhəddindən toxunulmaz keçirməyə çalışacaqlar. Fərdi raunda yekun vuruldu. Son durum belədir. Pəncgənc komandası 700 xal, Hərum komandası 1200 xal, Türkistan 3500 xal, Tusi 4800 xal. Bütün komandalar Azərbaycan çempionluğuna iddiasını davam etdirir. Son raundda, xəmsə raundda səslənəcək sualdan hər şey asılı olacaq. Xəmsə raundunda qaçaq malçılar mövzusu oynanacaq. Diqqətli olun, sual səslənir. Bu şəxs 1852-ci ildə İranda qaçaq malçılığa qarşı mübarizə aparmaq üçün sərhəd rayonlarına göndərilmiş, Patpolkovnik Meyer'in tərcüməçisi olmuş. Bu zaman
qaçaqmalçıların sərgüzəştlərini müşahidə etmişdi. Bu şəxs kimdir? Bax. Podpolkovnik Meyerin tərcüməçisi olub, qaçaqmalçıların sərgüzəştlərini müşahidə edib. Pənc Gənc komandasının hesabında 700 xal var idi. Bu komanda bütün xallarını ortaya qoydu. Onların gedişi 700 xala bərabər oldu. Bu komanda Pənc Gənc komandası Peter Zond cavabını verdi. Hərum komandası 1200 xala malik idi. Gedişləri 300 xala bərabər idi. Bu komanda Mirzə Kazım bəy cavabını verdi. Tusi komandası 4800 xalla bu ana kimi inamla liderliyi edirdi. Bütün oyun boyu bu komandanın liderliyi var idi. Onların gedişləri nədəsə mənə təcrübə səbəb oldu. Çox az bir gedişə bərabərdir. 100 xal cəmsi. Cavabları Mirzə Fətəli Axundzadə. Türkistan komandası 3500 xala malik idi. Gedişləri 2000 idi. Onların da cavabları Mirzə Fətəli Axundzadə idi. Düzgün cavabı elan edirəm. Bir daha sualın mətninə hələ tələsməyək. Son anda hər şey məlum olacaq. Bu şəxs 1852-ci ildə İranda qaçaq malçılığa qarşı mübarizə aparmaq üçün sərhəd rayonlarına göndərilmiş podpolkovnik Meyerin tərcüməçisi olmuş. Bu zaman qaçaq malçıların sərgüzəştlərini müşahidə etmişdi. Bu şəxs Mirzə Fətəli Axundovidir. Tarix təkrar olundu. İlk çempionatın finalında yaşananlar. Beləliklə, ilk çempionatın finalında baş verənlər yenidən təkrar olundu. Lənkəran komandası növbəti dəfə Xəmsə raundunda Azərbaycan çempionluğunu əldən verdi və Sumqayıtın Türkistan komandası 2 qat Azərbaycan çempionuna çevrildi. Yekun nəticələr Xəmsə raundunun sonunda yekun nəticələr Pənc Gənc komandası 0 xalla 4-cü yer tutur. Hərum komandası 900 xalla Azərbaycan çempionatının 3-cüsü olur. Lənkəran komandası növbəti dəfə 2-ci yerlə kifayətlənməli olur. Təəssüflər olsun. Türkistan komandası isə təbrik edirik. 2 qat Azərbaycan çempionları da olar. Beləliklə, ikinci dəfə Azərbaycan çempionu adını qazanan Sumqayıtın Türkistan komandasının üzvlərini səhnəyə dəvət edirəm. Asif Zeynalov, Allahverdi Acıyev, Səyid Həsənzadə, Orxan Ağayev və komandanın kapitanı Toğrul Niyazlı. Təbrik edirik. Belə hürmətli tamaşaçılar, daha bir Xəmsə Milli Çempionunun sonuna gəlib çatdıq. Birinci kanalın efirində Xəmsə həyəcanı davam edəcək. Sağ olun, salamat qalın.